Salam, bugün bizim YouTube layihəmizin ilk buraxılışıdır və bugün biz ən mühüm aktual problemlərdən olan münaqişə haqqında danışmaq istəyirəm. Münaqişə insan tarixinin ayrılmaz bir parçası. Əslində biz münaqişə dedikdə ağlımıza o dəqiqə ilkin olaraq neqativ, təhlükəli, dağıdıcı, mənfi yönümlü hadisələr gəlir. İlk hərfi mənasında. Bu da təbiidir, bu da anlaşılandır. Çünki münaqişənin destruktiv nəticələri bəşəriyyətin üzləşdiyi ən çətin sınaqlardan, ən çətin imtahanlardan da biri desək yanılmarıq. İstər bu müharibələr fonunda olsun, istər bu psixoloji travmalar olsun və eləcə də istər parçalanma və digər sair. Lakin gəlin etiraf edək, münaqişə həyatın özü qədər təbii, qanuna uyğun, bəşəri, əbədi və eyni zamanda labüd, bəlkə də qaçılmaz bir prosesdir. Münaqişə təkcə iki fərqli fikirlərin, məqsədlərin, tendensiyaların, maraqların qarşıdurması kimi də qiymətləndirmək olmaz. Münaqişə həm də insanın daxili fərdi arzularının, daxilindəki arzuların, istəklərin, maraqların da toqquşmasıdır. Ona görə də münaqişə həm də fərdi, eləcə də dövlətlər və cəmiyyətlər səviyyəsində təzahür edir. Münaqişəni biz qiymətləndirərkən onun bir dualistik xarakter olduğunu da biz bilməliyik. Çünki münaqişə həm qarşı tərəf, qarşı fərqli fikirlərin olması, eyni zamanda onun həm dağıdıcılığı, həm də inşa edici bir forması olduğu kimi dəyərləndirmək lazımdır. Əslində münaqişə düzdür, destruktiv ola bilər. Lakin eyni zamanda münaqişə destruktiv olması onun həm təhlükəliliyini qiymətləndirilir, həm də eyni zamanda bu təhlükəli vəziyyət onun bir çağırışdır. Yəni bu nəyin çağırışıdır? Bu rasionallığın çağırışıdır, düşüncənin çağırışıdır, emosional tənzimləmənin çağırışıdır, etik məsuliyyətin sınağıdır. Məhz mən bu verilişdə, bu buraxılışda bunu araşdırmaq istəyirəm ki, münaqişə niyə qaçılmazdır? Əgər münaqişə qaçılmazdırsa, onun idarə edilməsi üçün, onun tənzimlənməsi üçün bizə hansı mexanizmlər lazımdır? Və bu anlayışları, bu sualları cavablandırarkən bizim qarşımıza iki əsas anlayış da çıxır: dialoq və konsensus. Bizim bildiyimiz dialoq təkcə iki insanın kommunikasiyası, ünsiyyəti kimi qiymətləndirmək lazımdır. Dialoq həm özünün, həm də eyni zamanda qarşı tərəfin anlamaq cəhdidir. Konsensus isə bu anlamanın son nəticəsi, harmoniya cəhdi kimi qiymətləndirmək lazımdır. Və bildiyimiz bir həqiqət də var. O həqiqət ki, hər bir gərginliyin, hər bir münaqişənin arxasında anlaşılmamış, dərk edilməmiş bir həqiqət var. Əgər bu həqiqətləri biz yalnız danışaraq, dinləyərək, düşünərək bunu həll edə bilərik. Məhz bu günləri bu həqiqətin tapılmasında mənə kömək edən psixoloq Gülnar Yusibovadır. Gülnar xanım, xoş gəlmisiniz bugünkü buraxılışa. Və mən bugün həm müasir dövrün ən aktual problemi olan və deyərdim ki, çox şaxəli, çox aspektli və eyni zamanda çox mürəkkəb bir problem olan münaqişə fenomenindən başlamaq istəyirəm, danışmaq istəyirəm. Və bu həm də insani bir problemdir, deyərdik ki, insan və gərginlik haqqında olan bir problemə toxunur. Və məni həmişə maraqlandıran bir sual olmuşdur ki, bəzi alimlər münaqişə fenomenindən danışarkən qeyd edirlər ki, münaqişə cəmiyyətin quruluşundan irəli gələn bir struktur, bir problem kimi baxırlar. Bəzi alimlər isə qeyd edirlər ki, münaqişə təbii, qanuna uyğun, bəşəri, əbədi bir proses olduğuna görə insanın daxili mahiyyətindən, daxili təbiətindən gəlir. Sizcə münaqişə dedikdə bu cəmiyyətinmi, münaqişənin yaranması cəmiyyətdənmi irəli gəlir? Yəni cəmiyyətmi bunu vəd edir? Yoxsa insan daxili psixoloji varlığının labüdlüyündən irəli gəlir? İlk öncə onu deməliyik ki, münaqişə bəşəri bir fenomendir və bu da eyni zamanda onu olduqca qaçınılmaz və eyni zamanda idarə olunan bir proses kimi qəbul etməyimizi şərtləndirir. Münaqişənin bəşəri məsələ olması, bəşəri bir problem olmasını göstəricilərindən biri də onun müxtəlif elm sahələrində araşdırılması ilə bağlıdır. Yəni biz psixologiya elminə, fəlsəfəyə, sosiologiya və bu kimi insanı araşdıran elm sahələrinə müraciət etsək, rahatlıqla görə bilərik ki, münaqişə haqqında, onun sosial, psixoloji aspektləri haqqında geniş fikir ayrılıqları eyni zamanda var. Məsələn, xüsusilə psixoloji nəzəriyyələr içərisində psixoanaliz nəzəriyyəsindən yaradıcısı hesab olunan Sigmund Freudun adını çəkmək olar ki, Freudə görə insanın daxilində iki başlıca əsas instinktiv meyl var. Bunun biri onun ətraf aləmə sevgisi, hissləri, yəni həyatla bağlı olan duyğularıdır. Digəri isə daha dağıdıcı, daha inkar edici, qəzəb, nifrət, aqressiya ilə zəngin olan bir instinktiv meyldir. Freudə görə bu iki meyli bir-birindən ayırmaq olmaz və ya hər hansı birini digərindən üstün tutmaq olmaz. Onun düşüncəsinə görə bu mənada bu iki instinktin insan daxilində olması onu göstərir ki, bu proses nə qədər təbii bir prosesdir.
Amma digər bir Alman filosofu Erich Fromm'un adını çəkə bilərəm ki, Fromm'a görə isə o müəyyən qədər Freudin fikirlərinin ziddinə gedir. O söyləyir ki, münaqişə heç də təbii bir proses deyil. Münaqişə insanın daxili istəkləri ilə, daxili azadlıq istəyi ilə, sevgi hissi ilə, yəni hansı istək ki, o insan öz daxili ilk təbiətindən ayrılıb, halbuki orada qayıda bilmir, geriyə dönüş edə bilmir, həm də bu onu sıxır gərginliklərini yaradır. Tamamilə. Yəni həmin o daxili azadlıq istəyi ilə mühitin arasındakı qalmış o ziddiyyətlər ona bir gərginlik vermiş olur. Yəni dolayısıyla şəxs həm azad olmaq istəyir, çünki bu onun təbiətindədir və eyni zamanda həm də mühitdən də geri qalmaq istəmir. Mühitdən özünü təcrid etmək istəmir və bu onda bir daxili tarazlığı pozmuş olur. Fromm'a görə hər şeydən öncə insandakı o münaqişənin başlıca səbəbi mühitlə özü arasında yaranmış o psixoloji tarazlığın pozulması vəziyyətidir. Bundan başqa məsələn mən çəkmək istəyirəm adını humanist psixologiyanın yaradıcılarından Rogersin adını çəkə bilərəm ki, Rogersin fikrincə insanın bir ideal mən obrazı var və bir də real mən obrazı var. O deyir ki, ideal mən obrazı ilə real mən obrazı arasında nə qədər yaxın əlaqə varsa, o zaman insan bir o qədər xoşbəxtdir və daxilən tarazlıqdadır. İdeal mən deyərkən onun arzuları, xəyalları nəzərə tutulur təbii ki. Real isə real mövcud şəraitdə yaşadığı vəziyyət nəzərə tutulur. Amma bunlar arasındakı uyğunluq nə qədər böyüyürsə, yəni əks anlayışlar yaranırsa, böyük bir uçurum yaranırsa arasında, bu şəxsi get-gedə daha da qıcıqlandıra bilir və şəxsdə özündən asılı olmadan daxili bir narahatlıq halı yaşanır. Bu mənada yəni deyə bilərik ki, ümumi şəkildə psixoloji nəzəriyyələr içərisində əslində münaqişəni bəzi müəlliflərin təbii bir proses kimi, bəziləri isə mühitlə münasibətdə ziddiyyətli bir vəziyyət olduğunu, yəni burada mühitin daha çox şəxsə təsir göstərdiyini söyləyən faktlar var əlbəttə. Onda Günay xanım, belə bir mən sizin cavabınızdan belə bir qənaətə gəlirəm ki, münaqişə əslində təbiidir, bəşəridir. Yəni insanın mahiyyətindən doğan bir qanuna uyğunluqdur. Arası kəsilməz bir prosesdir. Onda insan necə edə bilər ki, bu daxili gərginliyini idarə edə bilsin, bu daxili gərginliyini elə bir idarə etsin ki, onun təzahürləri həm özünə, həm də cəmiyyətə dağıdıcı yox, sadəcə inkişaf etdirici, qurucu yönündə, hansı ki, bu dialektik fəlsəfəsinə də uyğundur ki, bəzən münaqişə özü ilə bərabər inkişafı da, harmoniyanı da, bəzən dəyişimi də, hərəkəti də gətirə bilər. Bax, insan burada hansı mexanizmi qurmalıdır? Maraqlı sualdır. Duyğular hər şeydən öncə bir enerji daşıyıcıları hesab olunurlar. İnsan bu duyğuları bir şəkildə ifadə etməli, onu yaşamalıdır. Məsələn, psixoanalizə görə insan duyğularını yaşamadığı müddətdə onu daxilində sanki bastırmış olur. Amma bu duyğuların çıxacağı hər hansı bir yer olmadığına görə bu ya şəxsin özünə zərər vurmağa başlayır, ya da bir müddətdən sonra artıq mühitə öz təsirini göstərməyə başlayır. Belə olduğu halda biz artıq duyğuların daha çox dağıdıcı rolunu görə bilirik özümüzdə. Məsələn, Freudin bununla bağlı klinik müşahidələri çox maraqlıdır. O müşahidə edir ki, bəzi pasiyentləri müəyyən bir problemləri var, amma bu problemlərdən elə bir zaman gəlir ki, bəlli bir müddətdən sonra onlar bu problemlərini görməzdən gəlməyə başlayırlar və o çox təəccüblənir ki, bu necə baş verə bilər? Əgər insanın belə bir problemi varsa və birdən-birə heç nə olmamış kimi davranması, məsələn, deyək ki, atasından uşaq vaxtlarından özünə qarşı bir şiddət görüb, bir istismar edici davranışlar müşahidə edibsə, bir müddət keçir, amma atasına hər hansı bir şəkildə nifrət etmir. Bu Freudi maraqlandırır. Necə olur, bu necə baş verir? Və sonrakı etapda, yəni həyatının sonrakı illərində müşahidə olunur ki, həmin uşaq böyüdü, yetkinlik yaşına çatanda artıq avtoritet insanlardan qorxmağa başlayır. Özündən daha yüksək statuslu insanlardan müəyyən qədər çəkinməyə başlayır. Və buradan Freudin psixoözlüyündə müdafiə mexanizmləri, psixoloji müdafiə mexanizmləri meydana çıxır artıq. Və Freud deyir ki, əslində heç bir duyğu yoxa çıxa bilməz, o insanın daxilində qalır. Ya o insana bir şəkildə psixosomatik problemlərlə meydana çıxır, yəni bir sıra psixoloji narahatlıqlar yaradır, ya da insan onu aqressiya şəklində daha sərt formada ifadə edir, sosiumun içərisinə çıxardır. Hər iki halda əlbəttə bu ona zərərlidir. Həm cəmiyyət adına zərərlidir, həm şəxsin özünə zərərlidir və bu
müdafiə mexanizmləri içərisində mən bir dənəsini qeyd etmək istəyirəm ki, xüsusilə bu olduqca konstruktiv bir həll yol hesab olunan bir müdafiə mexanizmidir. Bu sublimasiya adlanır. Sublimasiya müdafiə mexanizmi mahiyyəti nədən ibarətdir? Şəxs daxildəki gərginlik halını neqativ bir tərzdə, cəmiyyətə uyğun olmayan tərzdə ifadə etdiyi halda böyük bir təsirlərə məruz qaldığını zənn edib, bilib, bunu tamamilə əks bir şəkildə mühitə inteqrasiya etməyə başlayır. Məsələn, yəqin ki, siz də müşahidə etmisiniz, balaca uşaqlar, xüsusilə oğlan uşaqları evdə dəcəllik edəndə, hər hansı bir şeyləri qıranda, dağıdanda, digər insanlar ona məsləhət olaraq onu idmana yazdır, qoy orada enerjisini orada xərcləsin deyə tövsiyələr edirlər. Bax, bunun mahiyyəti tam burada öz əksini tapır dediyimizin mahiyyəti buradadır ki, məsələ ondan ibarətdir ki, şəxs həmin o mühitə uyğun olmayan və özünə də zərər vuran, dağıdıcı zərər vuran həmin o duyğularını, gərginliyi halını müsbət tərəfə yönəldəndə daha konstruktiv həll yol tapa bilir və həm cəmiyyətdə uğurlu olmağa başlayır, onu cəmiyyət qəbul etməyə başlayır. Ona görə daha çox neqativ enerjini, neqativ təsirləri daha çox yaradıcılığa yönəldəndə, idman sahəsinə və ya yazı üslubuna yönəldəndə bu daha effektli olur və şəxs həmin yerdə daha uğurlu nailiyyətləri olur ki, bu da həyat keyfiyyətini yüksəldə bilir. Məsələn, xüsusilə mən demək istəyirəm ki, məsələn, bəzən elə olur ki, elə rəssamların əsərlərinə baxırıq ki, biz rəssamın əsərində artıq rəssamın hansı daxili gərginliyinin, hansı emosional qeyri-sabitliyini müşahidə edə bilirik. Yəni, rəsm əsərində artıq rəssamın iç dünyasından bizə xəbər verən nələrsə olur. Və yaxud da yazıçının əsərlərində, xüsusilə mən qeyd etmək istəyirəm, məsələn, Dostoyevskinin əsərlərində onun personajları, psixoloji portretinin təsviri o qədər güclü bir şəkildə baş verir ki, hətta biz özümüz belə o təsirə düşə bilirik və bu bir daha o yazıçının dərinliyinin, o emosional dərinliyinin, daxili gərginliyinin ruh halının yansımasıdır sanki. Bunu göstərir ki, psixoloji aspektdən deyirsiniz. Bəzən insanın, fərdin daxilindəki o həll olunmamış münaqişələr, gərginliklər və yaxud da ki, o formalaşan münaqişələr, məsəl üçün yerini, kimliyini, dəyərlərini tapa bilməsi məni ən çox cəmiyyət aspektində maraqlandırır. Yəni cəmiyyətdə də təzahürü var. Məsəl üçün bunu mən insanlara da, indi baxan insanlara da bildirmək istəyirəm ki, yəni münaqişə təsadüfi bir baş verən bir hadisə deyil. Yəni bunun elmi əsasları da var. Məsəl üçün məşhur, indi siz də bilərsiniz, sosioloq Talcott Parsons münaqişəni hər bir fərdin müəyyən ictimai rollar arasında qalanda yaranan o gərginlik kimi başa düşürdü. Məsələn, gəlin baxaq Azərbaycan cəmiyyətindəki Azərbaycan qadını. Məsələn, Azərbaycan qadını həm bir anadır, həm bir işçidir və yaxud da müdirdür və yaxud da həm bir övladdır, həm hər hansı bir evdə bir gəlindir və burada bu rolların içərisində hər hansı bir müəyyən bir boşluq, müəyyən bir gərginlik avtomatik olaraq digər bir rollarda da özünü büruzə verməyə başlayır və eyni də bunun digər məşhur Alman filosofu Karl Marx isə münaqişəni daha böyük sistem formasında, cəmiyyət formasında baxaraq bunu sinfi ziddiyyətlərdə görürdü. Və yaxud da ki, Max Weber, bilirsiniz ki, sizə də məlumdur ki, sosial münaqişələri hər hansı bir sosial strukturda formalaşan bir dağıdıcılıqda, bir boşluqda, o boşluqdan formalaşan gərginlik kimi baxırdı. Məsəl üçün, hər hansı bir cəmiyyətdə formalaşan sosial struktur ailə kimi götürək və yaxud da ki, digər təsir. Hər hansı bir sosial strukturda baş verən qeyri-müəyyənlik, bu da özündə avtomatik olaraq digər bir problemləri, digər bir strukturda problemləri yaradır. Və mənim sualım bundan ibarətdir ki, sizcə insanın, fərdin daxili münaqişə ilə ictimai münaqişə arasında bir əlaqə varmı? Əgər varsa, bunlar necə bir formadadır və qarşılıqlı əlaqələri hansı formada təzahür edir? Fərdi münaqişə ilə sosial münaqişə arasında birbaşa əlaqə var. Özdə bu əlaqə bayaq dediyimiz Frommla, Freydlə bağlı. Bəli, tamamilə və bu əlaqə bir-birə qarşılıqlı təsirdədir. Biz bu prosesdə hansının birinci və hansının ikinci olmasını deyə bilmərik. Elə bir vəziyyət yarana bilər ki, şəxsin özünə məxsus narahatlıqları, özünü digər insanla münasibətdə onda yaranmış ruh halı, emosional vəziyyəti elə bir şəkildə ola bilər ki, bu tədricən mühitə də təsirini göstərə bilər. Məsələn, deyək ki, şəxsin özü ilə bağlı müəyyən problemləri var, deyək ki, maddi yöndə müəyyən çətinliklər yaşayır və yaxud da insanlarla münasibətində müəyyən problemlər var. Bu tədricən onu ailəsinə gətizdirir və bu ailə daxili münasibətlərdə çətinliklər yaratmağa başlayır. Eyni zamanda sosial mühitdə müəyyən ədalətsizliklərin olması, ayrı seçkiliklərin olması, qarşıdurmaların mövcudluğu həm də ayrı-ayrı şəxslərin
daxili aləmdə bir narahatlıq halı yaradır ki, bu mənada biz bu prosesləri bir-birindən ayıra bilmərik. Biri bir digərini şərtləndirir, biri digəri ilə qarşılıqlı əlaqədədir və özü bu əlaqə olduqca dinamik bir əlaqədir. Yəni stabil bir əlaqə deyil. Bu mənada biz bu cür qəbul edə bilərik əslində. Onda sizin dediklərinizdən belə bir nəticə çıxır ki, əgər insanın fərdin o daxilindəki həll olunmamış münaqişə cəmiyyətdə təzahür edə bilər. Əgər biz də münaqişəni təbii, qanuna uyğun, bəşəri bir fenomen kimi qəbul ediriksə, onda biz onunla elə bil onu düşmən kimi yox, onu anlamağa, onu dərk etməyə, onu başa düşməyə çalışmalıyıq və burada dialoq anlayışı artıq ortalığa girir. Yəni o dialoq anlayışının mahiyyəti burada qiymətləndirilməlidir. Ona görə mən hesab edirəm ki, dialoq təkcə bir davranış forması da deyil, o bir daxili bir vəziyyətdir. Yəni dialoq insanın daxilindəki o gərginliyi anlaya bilməsi, onu dərk etməsi, başa düşməsi, anlaması bir fenomenində ortalığa çıxa bilər. Yəni burada mənim əsas indi sizə sual vermək istədiyim məqam odur ki, yəni dialoq bəşəri bir fenomen olaraq, psixoloji və inkişaf platforması olaraq bəzən elə ola bilər ki, insanın həm özünü anlaması, həm də qarşısındakı anlaya bilən bir körpüdür. Lakin bu körpünün qurulmasında bəzən müəyyən maneələr olur. Məsəl üçün, ailə daxili səviyyədə baxaq bunu, ailə daxilində müəyyən ziddiyyətlər və yaxud da ki, qəzəbin dilə gətirilə bilməməsi və yaxud da ki, cəmiyyət səviyyəsində biz buna baxdıqda rol münaqişələri, stereotiplər, qəliblər, bunu bir beynəlxalq artıq bəşəri müstəvidə baxdıqda isə ideoloji toqquşmalar, etnik və dini münaqişələr, mədəni kodlar. Bax, burada dialoqa mane olan, dialoq mexanizminin, dialoq mədəniyyətinin formalaşdırılmasına mane olan ümumi və psixoloji, yəni əsaslar nələr ola bilər? Yəni bunların kökləri bu dediyim o fərqli formalarda o təzahür edən o gərginliklərin, ziddiyyətlərin eyni kökdənmi qidalanır? Yəni bu dialoqa zərər verən amillər, onun qurulmasına mane olan amillər hansılardır? Dialoq dediyiniz kimi yalnız iki insanın söhbət etməsindən, yəni söz yığınından ibarət bir anlam deyil əlbəttə. Onun daxili strukturu olduqca genişdir, mexanizm olduqca genişdir və əlbəttə burada effektiv dialoqa mane olacaq səbəblər var. Bu səbəbləri biz psixoloji səbəblər kimi adlandıra bilərik və eyni zamanda sosial səbəbləri də var. Mən ilk öncə toxunmaq istəyirəm psixoloji səbəblərə. Yəni hansı bir faktlar nə baş verə bilər ki, şəxs effektiv şəkildə dialoq qurmaqdan imtina etsin. Yəqin ki, bunu vermək istədiniz. Bəli, nə mane olur? Birinci əsas səbəb burada qorxu faktorunu mən qeyd etmək istəyirəm. İnsan ruh halında qorxu elə bir duyğu, əhəmiyyətli bir duyğu hesab olunur ki, yəni mən düşünəndə ki, mənim qarşımdakı insan mənim düşüncələrimi tənqid edəcəksə, bu düşüncələrdən sonra, mən o düşüncələri səsləndirəndən sonra məni hər hansı bir cəza gözləyirsə, hər hansı bir fiziki və yaxud da psixoloji təzyiq gözləyirsə, yəni mənim üçün, həyatım üçün, gələcəyim üçün, işimi itirmək problemi üzrə və yaxud da digər məsələlərdə münasibətlərimin korlanması ilə bağlı təhlükə hiss edirəmsə, o zaman mən dialoqu həm ya dialoqa girməkdən imtina edirəm, ya da o dialoq effektli bir şəkildə tamamlanmadan bitə bilir. Yəni yarım qala bilir. Bunu biz bütün münasibətlər sistemində görə bilirik. Biz bunu valideyn-övlad münasibətlərində də görə bilirik. Məsələn, bəzən valideynlər şikayət edirlər. Övladım yalan danışır. Təbii yalanın psixoloji mexanizmi daha müxtəlifdir, səbəbləri, altında yatan səbəbləri, amma bunlardan biri də məhz budur. Çünki yeniyetmək, gənc, əgər uşaq hiss edəndə ki, onun həqiqəti danışdıqdan sonra onu sonrakı etapda hansı proseslər gözləyir, o necə bir nəticələnəcək, nələrdən məhrum olacaq, hansı imtiyazlar onun əlindən alınacaq, o artıq beyin ona belə bir siqnal ötürmüş olur ki, sən bunu təhrif edilmiş formada artıq çatdırmalısan. Çünki sən bununla səndə yaxşı bir nəticə əldə olunmayacaq. Əslində başlıca ən psixoloji məqamlardan biri bax bu qorxu faktörünün olmasıdır. İkinci nəyə qeyd etmək istəyirəm? Bizim təbiət etibarilə insanlar təqdir olunmağı çox sevirlər, bəyənilməyi çox sevirlər, ruh etibarilə, yəni biz bu cür belə bir canlılarıq və ünsiyyət prosesində də dialoq quran zamanda biz daha çox istəyirik ki, bizim fikrimizi qarşıdakı insan bəyənsin.
Fikrimizə etiraz olanda bunu bizim eqomuza qarşı bir təhlükə kimi sayırıq. Bu da dialoqu alındıra bilmək. Eynən. Yəni etiraz edirsə, artıq mənim şəxsiyyətimə, eqoma bir hücumdur bu. Fikrimə deyil, eqoma bir hücum kimi qəbul edirik. Çünki biz istəyirik ki, qarşı tərəf bizi təqdir etsin, bizim fikrimizi necə var olduğu kimi qəbul etsin. Əlbəttə bu məhdud bir düşüncə halıdır. Hər bir şəxsin düşüncəsində müəyyən həqiqət payı ola bilər və buna qulaq asmaq üçün, buna diqqət etmək üçün ən vacib nüanslardan biri empatiya hissinin olmasıdır. Əgər biz belə bir bacarığa sahib deyiliksə, deməli biz qarşıdakı insanı lazımi şəkildə anlaya bilmirik. Və empatiyanın ən mühüm xüsusiyyəti də nədir? Mən sizi anlaya bilərəm, amma mən sizə onu nə dərəcədə yansıda bilirəm. Bax, əgər mən sizə hiss etdirə bilirəm ki, mən sizi anlaya bilirəm, bu zaman o proses, yəni o dialoq çox gözəl bir şəkildə, çox effektli bir şəkildə baş verə bilər. Amma bəzən elə olur ki, dialoq prosesində bunu biz elə nümunədə çəkəcəm. Dialoq prosesində girən o iki qarşı tərəflər bəzən onun dinlənilməyəcəyini əvvəlcədən hiss edir. Hiss edir və yaxud orada bir səmimiyyət yoxdur və yaxud orada bir dürüstlük yoxdur. Hansı ki biz bunu məsələn Trampla Ukraynalı prezident Vladimir Zelenski ilə dialoqunda gördük. O Zelenski hiss edir ki, o dinlənilmir. O hiss edirdi burada. Orada bir alçaltmaq, onu bir qabaqda, onu və bu da dialoqun konstruktivli olmadığına gətirib çıxardırdı. Bax, sizcə hansı bir şərait olmalıdır ki, dialoq platforması tutsun və yaxud da insan hansı bir psixoloji vəziyyətdə olmalıdır ki, bilsin ki, dialoqa girməyə hazıram mən? Bu mexanizmin başında stereotiplər dayanır. Sizin dediyiniz məsələ məhz stereotiplərlə bağlıdır. Yəni biz qarşımızda oturan insanı artıq başlayırıq bir ön yarğı dediyimiz anlayışla yanaşmağa. Belə olduğu halda psixologiyada selektiv diqqət anlayışı var. Mən sizin o danışığınızın o hissələrinə diqqət edirəm ki, hansı ki onlar mənə lazımdır. Mən onu hədəf alıram və bu zaman sizin dediyiniz həmin məsələləri daha çox qabartmış oluram. Yəni mənim stereotiplərimlə, mənim düşüncələrimə tamamilə sizdə yoxlamaq istədiyim, sizdə tənqid etmək istədiyim məsələləri daha da qabardıram. Yaxşı nə varsa, faydalı nə varsa həmin hissələri görməzdən gəlməyə başlayıram. Bu əlbəttə bu dialoq prosesini effektli olmasına mane olan səbəblərdən biridir. Bundan başqa hələ ünsiyyətimiz başlamamışdan öncə bir tənqidi bir şəkildə bir filtr işə düşməyə başlayır ki, mən artıq sanki əvvəlcədən düşünürəm ki, mən sizin danışıqlarınıza etiraz edəcəm və buna qarşı çıxacağam. Belə olan halda sizin söylədiyiniz yaxşı fikirlər belə məndə sanki beynim o fikirləri bloklamağa başlayır və mən onları artıq görməzdən gəlirəm. Əlbəttə bu özü də ciddi bir məsələdir və artıq iki qarşılıqlı insan bir-birilə ünsiyyət qurarkən artıq ilk başdan anlayır ki, qarşıdakı insan onu dinləmir, aktiv bir dinləyici deyil. Ona yəni bir fürsət gözləyir ki, ona müəyyən qədər tənqidi yanaşsın, ona etiraz eləsin və bu situasiyada necə deyirlər, onu məğlub etsin sanki. Məsələn, Gülnar xanım, dialoqu formalaşdıran, o sosial dialoqu formalaşdırmaq üçün, mexanizmi yaratmaq üçün sosial səbəblərdən hansıları deyə bilərsiniz? Sosial səbəblər də çox önəmlidir. Məsələn, bunlardan biri status məsələsidir, güc məsələsidir. Bu çox önəmli bir məsələdir cəmiyyətdə və bizim cəmiyyətdə belə bir, xüsusən şərq cəmiyyətlərində belə bir düşüncə tərzi formalaşır ki, səndən böyük olan insanı, bu sənin atan da ola bilər, baban ola bilər, müəllimin ola bilər, rəhbərin ola bilər. Belə situasiyalarda sən mütləq daha çox susmağı tərcih eləməlisən və sən cavab verməməlisən. Həmin şəxsdə belə bir düşüncə formalaşır. Deməli, güclüdürsə, deməli haqlıdır. Və mən kiməm ki, ona cavab verim? Və bu da əlbəttə dialoqa mane olmuş olur. Hətta mən həqiqət varsa belə onu deməməyə çalışıram. Bax, bu sosial səbəblərdən biri olur və dialoqa mane olan sosial problemlərdən biri də bayaq da sizin dediyiniz kimi münaqişəyə bir düşmən mövqeyində baxmağımızdır. Yəni münaqişəni biz düşünürük ki, bu təhlükə mənbəyidir. Münaqişəyə girəriksə nəyisə itirmiş olarıq. Münaqişəyə girəriksə öz nüfuzumuzu itər, işimizi itirə bilərik, münasibətlərimiz itə bilər və belə olduğu halda biz daha çox xüsusən bizim cəmiyyətdə də məxsus olan da dolayı yolla ünsiyyət mədəniyyətinə yol veririk. Yəni nə edirik? Biz həmin insanın üzünə deyil də dolayı yolla onu dedikodu şəklində, kinayəli şəkildə, qeybət formasında biz ehyamlarla
həmin insana passiv aqressiyamızı göstərmiş oluruq. Burada da əlbəttə bir sıra mühüm psixoloji mexanizmlər var. Dediyimiz kimi özümüzü müəyyən qədər loyal göstərməyimiz üçün, sənin yanındaymış kimi, yəni mən əslində əməkdaşlığa açıq biriyəm, ona görə münasibətimi korlamaq istəmirəm kimi səbəblər ola bilər və bundan dolayı biz artıq dialoqa başlamamışdan öncə artıq bu vəziyyətdən qaçmış oluruq. Ona görə biz düşünməliyik ki, hər şeydən öncə dialoq prosesi və ümumilikdə dialoq prosesində meydana gələn münaqişələr özü heç də gərgin bir vəziyyət deyil. Bu isə münasibətin sonu deyil. Ən vacib olan, ən əhəmiyyətli məsələ ondan ibarətdir ki, münaqişələr özləri, dialoqda baş verən münaqişələr özləri münasibətlərin dərinləşməsinə kömək edən bir yeni prosesdir. münasibətlərin transformasiyasına gətirib çıxara bilər ki, yeni bir şəraitin formalaşmasına gətirib çıxara bilər. Və bütün bu dediklərimizi, bütün bu sualların ətrafında Günel xanım bir yekun bir sual vermək istəyirəm ki, sizə. Bax biz anladıq ki, bütün bu danışdıqlarımızdan ki, yəni baxan insanlar da bizdən ki, münaqişədən qorxmayın. Yəni münaqişəni sadəcə anlamaq lazımdır, onu dərk etmək lazımdır. İnsan öz fərdi, daxili münaqişələri ilə onu görməyi, onu anlamağı, onu dinləməyi bacarmaq lazımdır. Sadəcə bunu anlayandan sonra və digər insanlarla da sağlam münasibət qurmaq olar. Və sizə elə gəlmirmi ki, yəni daxili sülh olmadan, yəni insanın daxilində bir anlayışlı vəziyyət olmadan, o daxilindəki anlamadan xarici sülh, yəni sosial sülh formalaşa bilməz. Yəni siz buna necə baxırsınız? Bəzən ətrafda insanlar tez-tez sual verirlər ki, biz necə sağlam münasibət yaşaya bilərik? Niyə mənim münasibətlərim qısa müddətli olur? Burada problem nədən ibarətdir? Qarşı tərəfdənmi, yoxsa məndənmi qaynaqlanır? Əlbəttə buna cavab vermək üçün insan onu anlayır, özü o sualı verir ki, yəni məndənmi qaynaqlanır? Bu çox gözəl, vacib bir amildir. Və mən həmişə sualım bir olur ki, siz hər şeydən öncə öz daxili aləminizə baxmalısınız. Şəxsin özü ilə münasibətləri qeyri-müəyyən olanda, sadə formada desək, o nə istədiyini bilməyəndə, bu hisslərin onun hardan qaynaqlandığını bilməyəndə, hansı düşüncədən yola çıxıb, hansı inanc sistemindən bu düşüncə gəlib onun ağlına və ən nəhayət hansı dəyər üzərindən çıxış edərək belə bir fikrə gəlib. Bunları bilməyən insan, deməli, özünün psixoloji problemlərini də, psixoloji narahatlığını da həll edə bilmir və özünün psixoloji narahatlıqlarını insan həll edə bilmirsə, bir növ özünün o yaralarını sağalda bilmirsə, əlbəttə ki, o sağlam münasibət qurmaqda da çətinlik çəkəcək. Çünki münasibətdə bir biz anlayışı var ki, bu sən və məndən ibarətdir. Əgər o sən və mənlər arasında, yəni hər biri özlüyündə sağlam deyilsə, söhbət psixoloji sağlamlıqdan gedir əlbəttə. Əlbəttə bu prosesdə, yəni çünki münasibət özü də bir prosesdir, bir dinamik inkişaf edən bir prosesdir. Və bu prosesə sən sağlam bir töhfə verə bilmirsən və bu tez-tez qırılmalar yaşaya bilirsən, geri çəkilmələr yaşaya bilirsən və bu da səni daxilən əlbəttə məyus edir, daxilən gərginləşdirir. Yəni bu bir fundamentini təşkil edir. Sosial sülhün fundamentini təşkil edir əslində daxili sülh. Bu hardan qaynaqlanır? Əslində biz bəzən, yəqin siz də diqqət etmisiniz ki, biz bəzən dostumuza, yaxınımıza daha şəfqətli ola bilirik. Onu həvəsdən düşdüyü halda daha yaxşı motivasiya verə bilirik. Onu ruhlandırırıq, onu pis və dəstək olmağa çalışırıq bir mənada, əhval-ruhiyyəsini və s. Amma özümüzə gələndə müəyyən bir problem qarşısında özümüzü daha çox tənqid etməyə başlayırıq. O daxildəki tənqidi səsimiz elə bir şəklə, elə bir səviyyəyə qalxır ki, bizi ciddi şəkildə cəzalandıracaq şəkildə tənqid etməyə başlayır. Amma insan o daxili sülh deyərkən bu demək deyil ki, insan özünü tənqidə yanaşmamalıdır, amma özünü əzməməlidir əslində. Yəni burada o psixoloji əzilməkdən söhbət gedir. Tənqid etmək olar, özümüzün mənfilərini və müsbətlərini görmək olar, zəif və güclü məsuliyyəti dərk edə bilərik, zəif və güclü tərəflərimizi müəyyən edə bilərik, amma bütün bunları şəxsiyyətimizin alçalması, əzilməsi naminə etməməliyik. Bu məsələyə yol vermək olmaz. Necə ki, başqası ilə empatiya ilə yanaşırıq, o empatiya hissini əslində özümüzə qarşı da etməliyik. Bilirsiniz, bizim cəmiyyətimiz və bir sıra deyək ki, Türk cəmiyyətini və s. digər bu şərq cəmiyyətlərini nümunə göstərsək, biz daha çox kollektivist bir mədəniyyət tipinə malikik. Bizdə daha çox qohumluq əlaqələri, qohumluq dəyərləri, münasibətlər bir-biri ilə qarşılıqlı əlaqədədir, iç-içə girir sanki. Və bu belə olan halda başqasının
düşüncəsi, başqası nə deyər düşüncəsini daha çox varırıq və ona görə başqasına daha çox nələrsə etmək istəyirik, onlara faydalı olmaq istəyirik, onun dərdinə şərik olmaq istəyirik. Bu kollektivçilik ənənələrindən gəlir. Amma özümüzə dönəndə bu baş vermir. Şəxsən mən özüm də müşahidə edirəm. İnsanlar özlərini bəzən elə bir kəskin şəkildə tənqid edirlər ki, bəlkə də heç vaxt həyatları boyu kimsə onları bu cür şəkildə tənqid etməyib və etməyəcək də. Mən amma Günel xanım, mən daxili sülh dedikdə sadəcə bu baş verən o gərginliklərini, daxilində biz elə münaqişə yolundan başlayıb, münaqişədən başladıq, yola çıxdıq ki, yəni insanın o daxilindəki o gərginlikləri, ziddiyyətləri, o yerini, dəyərlərini bilməməsini, onu görüb onu həll yoluna çalışması kimi başa düşdüm. Nəinki özünə qarşı tənqidim nasıl o da olmalıdır. Yəni mən bu cür anlayıram ki, daxili sülh, yəni hər hansı bir ziddiyyət yarana bilər. Bu təbiidir. Hər hansı bir gərginlik ola bilər. Müxtəlif cəmiyyətlər var, müxtəlif fərqli fikirlər var, fərqli insanlar var. Sadəcə bu ziddiyyətləri anlamaq, onu idarə etmək, onu başa düşmək, onunla üz-üzə gəlmək özü də mənim üçün daxili bir sülh kimi qiymətləndirirəm. Sizcə necədir? Belə deyilmi? Razıyam sizinlə. Məsələn, ən çox burada hansı daxili sülhü necə bərpa etmək olar yönündə əgər danışsaq. Məsələn, burada əsas məsələ bayaq toxunduğunuz o dəyərlərin toqquşması məsələsidir xüsusilə. Məsələn, bir nümunə olaraq bir insanın azad olmaq kimi bir dəyəri var. İstəyir ki, o sərbəst olsun, o heç kimə tabe olmasın, istəklərini, davranışlarını sərbəst şəkildə icra eləsin və həm də eyni zamanda onun cəmiyyətin bir üzvü olmaq kimi bir ana dəyəri var. Yəni o ailəsinin sözünü eşitmək, ailəsinin o sədaqətliliyini göstərmək naminə bir sədaqətliliyə aid olan bir dəyərə də sahibdir. Burada necə həll edə bilər? Müasir bu dövrün ən aktual mövzusudur. Bax burada istəyir gənclər arasında, yeniyetmələr arasında, bu dövlətlər səviyyədə hər bir səviyyədə bu özünü göstərir. Bax, necə edək ki, o stereotiplərlə, o qəliblərlə müasir dövrün çağırışları arasında biz orta mövqe tutaq ki, ziddiyyətlərin olmasını təbii qəbul etsin bu insanlar və bunu həll yoluna çalışsın, həll mexanizmini verə bilsin. Bax, bu prosesdə çox qəşəng sual verdiniz. Bu prosesdə biz ya belə, ya bu dəyər, ya digər dəyər prinsipindən uzaqlaşmalıyıq. Biz həm bu və həm o dəyər, yəni hər ikisini götürməliyik. Amma necə? Buna biz deyirik inteqrasiya yolu ilə. Yəni biz, baxın bayaqki nümunəm üzərində, biz həm öz azadlığımızdan keçə bilmirik və həm də ailəmizin də qoymuş olduğu dəyərlərdən keçə bilmirik. Əgər insan bu dəyərdən hər hansı birindən imtina eləyirsə, o daxilən əzab çəkir. Çünki dəyərdən imtina eləmək sizin üçün asan bir məsələ olmamalıdır. Bu olduqca çətin bir prosesdir. Azərbaycan cəmiyyətində də ailələr, ailə dəyərinin, siz son zamanlar görürsünüz, ailə dəyərlərinin, mən demirəm tamamilə itirilməsi, amma getdikcə elə bir mənəvi o dəyərlərin itirilməsi, ailələrdə yeniyetmə oğlan və ya qızlarla valideynlər arasındakı problemlərin yaranması, mən ətrafımda da bunları görürəm. Bunlar hamısı sanki elə bir dəyərlərin itirilməsi fonunda bir baş verir. Bunu mən istəyirəm ki, siz ona şərh edəsiniz. Əslində nədən ibarətdir? Məsələn, valideyn əgər övlad münasibətləri qismində təhlil eləsək, deyək ki, müasir dövrün ən böyük problemlərindən biri yeniyetmələrin telefon asılılığı məsələsi var ki, valideynlər nə deyir? Deyir ki, uşaq telefondan çox asılıdır və bununla bağlı uşağı ilə problem yaşayır, dərsləri qalır, dərslərini etmir, daha çox telefona, bütün günü telefonuna ayırır və s. Eyni zamanda uşaqda isə deyir ki, yeniyetmə isə deyir ki, hamı edir, mən də edirəm. Yəni burada belə problem yoxdur. Əslində uşağın dediyində də bir həqiqət var. Bu müasir dövrün çağırışı. Ona görə məsələ nədir? Problem necə həll ola bilər? Valideyn anlamalıdır ki, bu bir sərbəstliyin bir göstəricisidir. Yəni müasir dövrün bir tələbatıdır və övladı ilə o güvənli bir şəkildə münasibət qurmalıdır. Günel xanım, güvənli deyilir. Bax, onun mexanizmi necə olmalı? Güvəni hansı, hardan başlayıb harda bitməlidir? Valideyn övlad arasında güvənli bağlanma dedikdə, bu heç də birdən-birə yaranan bir proses deyil. Ailədə uşağın doğumu, dünyaya gəlişi və ilkin, yəni yaş dönəmləri və sonrakı bütün etaplar əslində bu güvənli bağlanmanı şərtləndirən amillərdir. Yəni burada övlada verilən məsuliyyət hissinin olması, burada övlada nə dərəcədə aşılanmış özgüvənlə bağlı dəyərlərin olması və ümumilikdə bütün bunlar hamısı, yəni yeniyetmə özü hiss etməlidir ki, valideyn ona nə dərəcədə güvənir və inanır və eyni zamanda valideyn də bilməlidir ki, bu proseslər, yəni həm normal, bu müasir dövrün tələblərinə uyğun şəkildə etməklə, yəni yeniyetmənin sərhədlərini, yeniyetmənin özünə qurduğu o balaca bir dünyanı
divarlarını sarsıtmadan, incitmədən onlara ora çox elə bir şəkildə nüfuz etmək ki, burada bir ana dəyərlər tapdanmasın, meyarlar tapdanmasın. Yəni o aradakı güvənli bağ müəyyən olunarsa, burada bu güvənli bağın içərisində emosional bağlanmadan söhbət gedir, psixoloji dayanıqlıqdan söhbət gedir. Və bu prinsiplərə valideyn hələ kiçik yaşlarından nəzarət etməlidir. Kiçik yaşlarından deyirsiniz, mənə elə gəlir ki, bu mexanizm elə bağçalardan tutmur, təkcə ailə ilə də bu bitmir. Biz axı sosial bir sferada baxdıq buna. Bağçalardan dialoq mədəniyyətinin formalaşdırılması, münaqişələrin özünün təbii labüddüyü üçün müəyyən maarifləndirici, istir bu məktəblərdə və eləcə də ali məktəblərdə bu yönümlü işlərin qurulması da mənə elə gəlir ki, bu mexanizmə kömək edə bilər, fayda verə bilər. Xüsusən tamamilə doğrudur. Xüsusən burada emosional tənzimlənmə adı çəkdik bayaqlarım. Biz duyğularımızı ifadə etməyi çox təəssüf ki, uşaqlarımıza öyrədə bilmirik. Məsələn, bir ana uşağı dərsdən gələrkən mütləq nəyi soruşur ondan? Nə baş verdi? Nə etdin? Hansı davranışı göstərdin? Neçə aldın? Bu kimi suallar veririk. Amma heç bir dəfə soruşuruqmu ki, məktəbdən necə oldu? Əhval-ruhiyyə necə oldu? Nə hiss etdin? Filan hadisədə özünü necə hiss elədin? Yəni bu zaman artıq biz duyğuların önə çıxmasına şərait yaratmış oluruq. Bu dəfə uşaq fokuslanır daha çox hansı hissi keçirdiyinə. Çünki hansı hissi keçirən uşaq artıq qarşıdakı insanın da hansı hiss keçirdiyini hiss edə biləcək. Yəni insan öz duyğularını tanımadıqca o bayaq empatiya bacarığı formalaşa bilmir və uşaq anlaya bilmir ki, qarşımdakı mənim yaşadığım yeniyetmə digər insan o nə hiss edir? Mən ona bu acını verməklə əslində nələr etmiş oluram, nələri tapdamış oluram, nələrin üstünə xətt çəkmiş oluram. Və bunu bilməyimiz üçün o emosional tənzimlənmə, stres anını düzgün şəkildə idarə edə bilməsi, əxlaqi yönündən də əxlaqi kodekslərin ötürülməsi, bax bu da çox faydalı. Çox önəmli. Müasir gənclər, müasir uşaqlar baxırıq çox savadlı, çox bilikli, amma sadəcə bir texnikləşmişdi bu əxlaq yönümü, mahiyyət, o dərin mahiyyətini görmür. İnsanlar hiss edə bilmirəm bu gənclərdə ki, bunların bax bu əxlaqi kodekslərin də ötürülməsi çox vacibdir mənə gəlir. Ona görə biz həmişə belə bir fikir səsləndirilir müdriklərdən ki, uşaqları zəmanəyə uyğun şəkildə tərbiyələndirmək lazımdır. Yəni valideyn də öz prinsiplərindən yanaşaraq yox, artıq bu prinsiplərdə müəyyən yumşalma halları olmalıdır. Yumşalma halı olmayanda bayaq o dediyimiz inteqrasiya yolu baş verə bilmir. Yəni sən sərhəddini qalın divarlarla hörəndə, artıq yeniyetmə də sənin davranışlarını eyni şəkildə kopyalayır. Çünki valideyni onun üçün bir rol modelidir. O deyir ki, valideynim necə yanaşırsa, hansı aqressiya ilə mənə yanaşırsa, eyni aqressiya ilə, eyni tonla mən də reaksiya verməliyəm. Bəlkə Gülnar xanım, düzdür, mən bunu beynəlxalq münasibətlər səviyyədə, yəni o kitablarda oxumuşam. Joseph Nie'nin yumşaq güc siyasəti ilə yeritmək lazımdır. Bəlkə elə yumşaq gücün altında müəyyən bir hərəkətləri, fəaliyyətləri valideynlər və yaxud da məktəb və yaxud da bağçadan hamısını oradan tutmuş bu yumşaq güc vasitəsilə o siyasəti yürütməklə müasir gənclərin həm yeni çağırışların qarşısında, həm də ki o ənənəviliyə də bağlı, mənəvi dəyərlərin də itirilməməsində orta yol tuta bilər. Sizcə necə? Tamamilə doğrudur. Əslində elə bir yol olmalıdır ki, bu hər iki tərəfə xidmət edə bilsin və hər ikisinin ortaq maraqları olsun. Bax, bayaq o dediyimiz o dəyər anlayışında da, yəni dəyəri birini əhəmiyyətli sayıb, digərini ikinci plana atanda bu artıq problem yaranır. Məsələn, mən yenə müşahidə edirəm, nümunə üzərindən demək istəyirəm sizə. Məsələn, xanımlarımız, işləyən xanımlarımız karyera yönümlü, deyək ki, onlar üçün bir ana dəyər olur ki, o işləmək istəyir, karyera yönünə getmək istəyir. Amma bir tərəfdən də ana olduğu üçün, məsələn, mənə də sual verirlər, özümü günahkar hiss edirəm uşaqlarımın qarşısında, çünki onlara zaman ayıra bilmirəm, keyfiyyətli zamanım olmur onlarla ayıracağım, çünki gəlirəm ev işləri və s. Biz bunu edə bilərik. İndi gəlin düşünək. Düşünək ki, həll yol necə ola bilər? Yəni, tamamilə işdən azalaq, yox. Ana işləmək istəyir, irəliləmək istəyir. Maddiyyat da var burada lazım. Bəli, maddi dəstək də önəmlidir ailəyə və s. Və eyni zamanda bir axı o anadır, bu ana instinkti, yəni o emosional o bağlılıq var övladlarına və övladlarının da yanında özünü, necə deyərlər, kömək etmək istəyir onlara, onların yanında olmaq istəyir, psixoloji olaraq həm də eyni zamanda. Bu prosesi tənzimləmək üçün ən sadə formada hər iki dəyəri üstün tutmalıyıq. Məsələn, deyək ki, həftə içi işləyiriksə, işdən gələrkən artıq uşaqlarımızla keyfiyyətli keçirdiyimiz 15 dəqiqə zaman, yəni çox birbaşa kontaktda, göz kontaktında olduğumuz zaman daha faydalı
faydalıdır. Nəinki bütün gün ərzində heç bir şəkildə ünsiyyət qurmadığımız, amma bir evin içində qaldığımız zaman. Yəni bu mənada və yaxud da həftə sonu Parsons düz deyibdi, Talcott Parsons düz deyib ki, ictimai rollar arasında mütənasibliyi qorumaq lazımdır. Əgər qoruya biliriksə, onda münaqişələrdən kənar olacaq gərginlik. O tarazlığı, o dəyərlərdən çıxış edərək, o dəyərlərimizin fonunda yaranmış bizdə olan inanc və onun əsasında yaranan düşüncələrimizi birini üstün tutub digərini aşağı sala bilmirik, çəkə bilmirik. Bu onda insanda bir narahatlıq yaradır. Mən yaxşı ana deyiləm. Və yaxud da ana oldumsa, mən heç vaxt işləmədim, mən özümü təsdiqləyə bilmədim, mən nələrsə bir faydalı bir işlə, sosial bir mühitdə ola bilmədim kimi narahatlıq yaranır. Ona görə bayaq dediyimiz o tamamilə birləşmə, inteqrasiya yolunu tutmaq. Yəni həm o və həm də o bu cür şəkildə birləşdirərək məsələni daha da optimal şəkildə həll etmək olar. Yəni bütün münaqişələrdə belədir. Biz qarşı tərəfi dinləyərkən yalnız öz mövqeyimizin həqiqət olduğunu və öz həqiqətlərimizi bir növ sizə qəbul etdirmək məqsədi daşıyıramsa, əlbəttə bu qarşı tərəfdə bir mexanizm kimi, yəni qoruyucu bir mexanizm şəklində baş verir və qarşı tərəf artıq özünü sanki bir ittihamçı ona bir nəyisə səsləndirir və özünü qoruma pozisiyasına almağa başlayır. Və belə olduğu halda artıq o sizi normal dinləyə bilmir. Çünki ondakı o daxili gərginlik, qəzəb hissi, müxtəlif neqativ hisslər imkan vermir ki, o sizi rahat şəkildə, aktiv şəkildə dinləyə bilsin. Problem yaranır əlbəttə belə olduğu halda. Bəlkə də bütün bu gərginliklərin içində, bu anlamağın, danışığın, düşünməyin içində bəlkə də biz o sülhün səsini də tapa bilərik. Bəlkə də bu sülhün səsi elə burada gizlənilmişdir. Ona görə də hər kəs birinci özünün daxili gərginliyini anlamalı, onu duymalı, onu qarşı-qarşıya gəlməyə bacarmalı və buna verdiyimiz bizim cavablar çox asılıdır. Deməli, münaqişənin həll yolu bizim seçimlərimizdən asılıdır. Yaradacağıqmı, yoxsa destruktivliyə mi doğru gedəcəyik? Xeyrə mi tərəf gedəcəyik, yoxsa şərə mi tərəf gedəcəyik? Bütün bunların içində insan öz iç səsini duymalıdır, iç səsini anlamalıdır və ona verəcəyi cavablardan çox şey asılıdır. Və bütün bu dediklərinizin mən də belə bir nəticəyə gəlirəm və istəyirəm ki, bizi izləyənlər də eşitsinlər. Deməli, münaqişədən qorxmayın. Ən böyük problem, ən böyük məsələ əslində daxili aləmimizə kənardan müşahidəsi kimi baxmağımızdır. Özümüzü kənardan ikinci bir şəxs kimi baxdığımız halda problemlərimizin mənbəyini, hardan qaynaqlandığını, hansı düşüncədən irəli gəldiyini daha yaxşı bilmiş oluruq ki, və bu da problemləri hamıdan öncə görməyimizi, o çətinliyi, o zəifliyi, o problemi aradan qaldırmağımıza və necə deyirlər, neqativ bir hadisədən nəticə çıxartmamıza səbəb olur. Çox sağ olun Günər xanım, dəvətimi qəbul edib gəldiyinizə görə minnətdaram sizə. Növbəti buraxılışlarda yenə YouTube layihəmizdə inşallah görüşənədək. Çox sağ olun, minnətdaram.